oluruz. Buyur. Keçmişdə insanlar necə bayramlaşırdılar? Keçmişdə insanlar mənə görə indiki dövrə nisbətən daha gözəl, daha ənənələrə sadiq bayramlaşırdılar. Məsələn, bir-birinin evinə gedirdilər mütləq. Özdə keçmişdə insanlar bir-birinin evinə gedib bayramlaşarkən heç bir zaman əli boş getməzdilər. Evlərində pişirdikləri şəkərbura, paxlava, qoğal, qoğuğa, onlardan bir bayram xonçası hazırlayardılar, gedərdilər bunları ilə bayramlaşmağa. Və belə bir adət də var idi ki, deməli, xonçanı boş qaytarmaq olmazdı. Ev yiyəsini yenidən öz bişintilərindən, həmin xonçanı bayram bişintilərindən doldurub geri göndərərdi. İkinci sual. Müasir dövrdə sosial media münasibətlərə necə təsir edir? Mən fikirləşirəm ki, sosial media münasibətlərə biraz mənfi təsir edir. Nəyə görə? Çünki insanlar virtual olaraq bir-birinə mütəmadi olaraq danışırlar, bayramlaşırlar, mesajlar yazırlar. Real ünsiyyət buna görə də azalır. Məsələn, əvvəllər insanlar bir-birinin evinə gedərək bayramlaşırdılarsa, indi sadəcə bir mesaj yazmaqla və yaxud da görüntülü zəng etməklə bir-biri ilə bayramlaşırlar. Bu isə insani münasibətlərin soyumasına gətirib çıxarır. Mən fikirləşirəm ki, sosial media ünsiyyətin mənfi təsir edir. Çox sağ olun. Yenə sizin bayramınız. Sağ olun, mən də sağ olun. Salam, bayramın mübarək. Azərbaycan və Türk milli geyimlərdə hansı oxşarlıq var? Bizim Azərbaycan milli geyimləri Türk milli geyimlərinə çox oxşarlığı var. Hətta heç fərqlənmir. Yəni bizdə ən çox milli geyimlərə çox üstünlük verilir. Müasir geyimlərdən də çox milli geyimlərə gənclərimiz çox üstünlük verir. Bayramlarda, tədbirlərdə milli geyimlər geyinilir. Salam, bayramınız mübarək. Olar sizə bir sual vereyim? Milli yeməkləriniz hansılardır? Bizim adət-ənənə uyğun olaraq Novruz bayramında aşı bişirilir. Badam bura, şəkər bura, paxlava və s. Yeni ildə isə müxtəlif salatlar, dolma, yarpaq dolması, kərəm dolması və müxtəlif salatlar. Salam, gözəl qızım. Sənin də bayramın mübarək. Sizə bir sual verəcəm. Olar, buyur. Azərbaycan və Türk mədəniyyətlərdə ən geniş qeyd olan milli bayramlardan hansılardır? Bizim gözəl bayram Qurban bayramıdır, Ramazan bayramıdır və bizim gözəl bayramlarımızdan biri də Novruz bayramı. Olar, verir. Novruz bayramının hansı adəti var? Novruz bayramının qəşəng adətlərimiz var. Onları birincən tonqal üstündə toplanmaq, onların məsələsi şəkərbura, badambura pişiririk, tonqal üstündə atlanırıq, papaq atırıq, səməni qururuq. Belə gözəl adətlərimiz var. Çox sağ ol qızım, sənin də bayramın mübarək. Başlayalım. Salam, sənin də bayramın mübarək. Müəllim ki, ay soyadı geyimlərə müasir geyimlərə necə təsir edir? Milli geyimlər müasir geyimlərə çox gözəl təsir edir. Gənclərin milli geyimlərə daha çox marağı artıb. Görürsən ki, daha çox adi gün, tək bayramlarda deyil, adi günlərdə də gənclər kəlağaydan, ətəklərdən, milli geyimlərdən daha çox istifadə edir. Bu da çox gözəl, təqdirə layiq bir hərəkətdir. Çox sağ ol, gözəlim.